Alo, Bəli, salam Melekö. salam. Bu Elmir'di. Elimizdir. Elmir. Koyun sipariş vermiştik size. Yaxşı mı qəşəng bəzəmişdiniz. Lentin vurmuşdunuz. Hər şey yaxşı. Hə. Bunun boynuzu mənim əlimdə qaldı. Bu nöşün belə oldu. Qoyun nədir la? Nə? Qoyun nədir? Koyun satmırsınız, koyun bəzəmirsiniz siz. O el... Ama qoyun nədir? Ben qoyun bezəyənəm. Bir dəqiqə gəlin görüm. Salam dostlar. Girişte gördüğünüz səhne belki size biraz gülməli geldi, bir təbəssüm yarattı. Ama əslində bu zarafat değil. Çoxumuz internet üzerinden heyvan alıp satan zaman buna oxşar hallarla karşılaşmışıq. Zəng edirsən, danışılan başqa olur, gedib görürsən tam fərqli. Və ən pisi də odur ki, bu artıq adi hala çevrilib. Bilirsiniz ki, internetten heyvan almağa insanların çoxu güvənmir və düz də edirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Zəng edirsən, videodakı heyvan satılıb deyirlər, amma dərhal əlavə edirlər ki, bundan daha da yaxşısı var. Bu vəziyyətdə artıq çox adam bezib. Ən böyük problem odur ki, alıcı gördüyünü ala bilmir. Video başqa, reallıq başqa olur. Heyvandarlıqda isə etibar hər şeydir. Bir dəfə aldanırsan, artıq ikinci dəfə o bazara yaxınlaşmırsan. Mən özüm də bu hallarla çox qarşılaşmışam. Eyni elanda fərqli heyvan satanları da görmüşəm. Bu bazara olan güvəni ciddi şəkildə azaldır. Ona görə də dostlar, belə bir fikir formalaşdırmışam. İstəyirəm ki, tam şəffaf və dürüst bir alış-veriş layihəsi quraq. Elə bir sistem olsun ki, videoda gördüyün heyvan, aldığın heyvan. Hər şey açıq və real olsun. Heç bir dəyişiklik, heç bir oyun olmasın. Amma burada bir məqam var. Bu layihə ətlik satışı üçün olmayacaq. Yalnız damazlıq qoyunlar, quzular, qoçlar və bir də bordaq üçün uyğun quzular üzərindən olacaq. Yəni məqsədim sadəcə satmaq deyil, keyfiyyətli heyvanı doğru insana çatdırmaq. Bu işi ciddi və sistemli etmək istəyirəm. Əslində bunu 1000 abunədən sonra etməyi planlaşdırırdım. Amma artıq o nöqtəyə çox yaxınam və bilirəm ki, sizlərin də çoxu heyvandarlıqla məşğul olanlarsınız. Ona görə də istəyirəm ki, bu layihəni sizinlə birlikdə quraq. Siz necə istəyirsiniz, nələr olsun, nələr olmasın, hamısını birlikdə qərarlaşdıraq. Əgər bu ideyanı dəstəkləyirsinizsə, şərhlərinizdə yazın, fikrinizi qeyd edin. Dəstək çox olsa bu layihəni başladacağım. Gəlin bazarda etibarı birlikdə quraq. Bu dəfə fərqli olacaq. Mənim fikrimdə olan belədir. Satan adam bütün detayları, hətta vaksinləri, dərmanlarına qədər, yaşı, çəkisi, cinsi, bir sözlə tam əksizsiz formada hər şeyi yazıb göndərir, özünün telefon nömrəsi ilə birlikdə, adreslə birlikdə. Mən sadəcə onu paylaşım edirəm. Heyvan satıldığı zaman da həmən mənə mesaj yazıb bildirir. Mən də videonu silirəm ki, başqa adamlar da zəng edib narahat eləməsin. Dostlar, mənim fikrim budur. Sizin də əlavə nəsə fikirləriniz varsa, onları da şərhlərdə yazın. Bu işi birlikdə həyata keçirək. Sağ olun, dəstəyinizi gözləyirəm.